Artıq mağaranın qarşısındakı birinci ziqzaqın yarısına qədər bütün profillər, yəni üst, orta profil tam svarka olunub. Digər hissə isə sadəcə üst profil svarka olunub. Üçüncü plaşatkadan dəmir pilləkənin birləşəcəyi yerə Motor var da elində. Artıq inşallah ki buradan dəmir pilləkən işləri başlayacaq. Gördüyünüz kimi dəmir pilləkən gəlib orada profilin dayanacağı yerdə birləşəcək. Aşağıdan da plaşatkadan